Bugün Sirdaş Mərkəzinin rəhbəri, eyni zamanda psixoloqumuz Mənay xanım İbayeva gəlib. Xoş gəlmişsiniz Mənay xanım. Cəmiyyətimizdə insanlar tez-tez psixoloqa dəstək almaq üçün müraciət edirlər, çəkinirlər düzdür bəziləri, amma artıq düşünürəm ki, insanlar da bunu anlayır, qəbul edir və müraciət eləməyə başlayırlar. Bir çox problemləri, travmaları aradan qaldırmaq istəyirlər. Amma bilirik ki, dırnaqarası bu sahədə özünə mütəxəssis deyən insanlar var və bu insanlar gələn müraciət edən şəxslərə daha da çox travma belə deyək, yarada bilir o insanlarda. Bu psixoloqun məsuliyyətsizliyindən mi irəli gəlir, yoxsa bu sahənin qanunu hələ ki tam tənzimlənməməsindən mi irəli gəlir? İstəyərdim ki, bu suala ilk başda Mənay xanım cavab versin. Buyurun Mənay xanım. Çox sağ olun Vüsalə xanım. Belə bir əsaslı psixoloqlar üçün lazım olan mövzu ilə bizi bura dəvət eləmişsiniz. Psixoloq kimdir? Bizim Azərbaycan Respublikasının 7 dekabr 18-ci ildə verilmiş qanunda psixoloqun tərifi açıq verilmişdir. Psixoloq psixologiya elmi üzrə, ixtisası üzrə ali təhsil almış və ya təhsil qanununa uyğun olaraq əlavə təhsil almış, ixtisası əldə etmiş psixoloji yardım göstərmək hüququ olan bir şəxsdir. Bax, onu vurğulayıram ki, ali təhsil almış. Yəni qanunumuzda bunu göstərmişdir. Ki bugün biz görürük ki, məsələn, peşə məktəbini bitirən insanlar da özlərini psixoloq deyirlər. Bəli. Sizin sualınızda orada psixoloq həkimdirmi? Xeyr, psixoloq həkim deyildir. Həkim yenə tibbi ali məktəbi təhsili bitirmiş həkimdir. O xəstəlikləri müəyyən edir və dərman müalicəsi ilə məşğuldur. Psixoloqun heç bir haqqı yoxdur, dərman yazsın. Bu məqamı vurğulayaq, psixoloqun heç bir haqqı yoxdur, dərman yazsın. Gördüyünüz kimi, amma biz özümüz də müşahidə edirik. Bəzi psixoloqlar var ki, onlar dərman yazırlar. Yəni, hər bir şəxs də bilsin ki, müraciət edəndə artıq bu psixoloq belə qanun